Başlayaq. Başlayaq. Salam Zeynəb xanım, necəsiniz? Salam Əli, yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam, sağ ol. Məsələlərlə aranız nətərdir? Şəhərlər qədər yaxşı olmasa da pis deyil. Bizim 3-4 dənə məsələmiz var. Aha. Asandan nisbətən orta və çətinə doğru dəyişir. Məncə başlanğıc məsələlər üçün hər birinə 30 saniyə kifayət edəcək. Aha. Başlayaq, hazırsınızsa. Aha, başlayaq. Okay, birinci məsələmiz budur. Gediş ağlarındır. 30 saniyə başladı. Tapdım. Tapdınız? Vəziyyət at yazdım. Cənablar, birinci məsələ çox sadə məsələ idi. Okay. İkinci məsələyə keçək də onda. İkinci məsələdə də gediş ağlarındır. Ağlar qalib gəlir. Bax, getdi. Gediş ağlarında ağlar qalib gəlir. Əslində bu məsələ biraz sakit gedişdir deyə, tam taktik olaraq çətin ola bilər ilk baxışda, yəni taktik axtarsaz. Amma yəni sadə məsələdir sizin üçün. Yarış qabağı məncə hazırlıq üçün yaxşı məsələdir ya. Mən vəzir F7 tapdım. Münafi J7 at C6. Top F7 at F7. Bəli, tam Düzdür. düzdür. Getdi üçüncü məsələmizə. Üçüncü məsələmizdə də gediş ağlarındır. Bu da bir balaca sakit gedişli məsələyə oxşuyur. Ay. Aha. Vəzir A8. Topa 8. At 8. Bu çox asan oldu Əli. Bu, məncə bunların içində nisbətən bunun biraz vaxt alacağını düşünürdüm. Buna görə də bir dənə bonus məsələm var. Çox sağ ol. Bu məsələləri tez tapsaydınız deyə. Amma bunu istəyirəm göz bağlı tapasınız. O qədər də inanma, amma yox, məncə bunu tapacaqsınız. Başlayaq. Gediş ağlarında 2 gediş amatlı məsələ. Nə qədər vaxt verirsən? Məncə 1 dəqiqə tapacaqsınız bunu. Bəlkə daha azam. Gediş ağlar, şah B1. Benim də tapmalıyam. Aha, şah B1. Ağlar şah B1, vəzir A8, top A7, piyada H6. Qaralar şah H8, fil J8, piyada H7, B2. Ağların piyadası hardaydı? H6-da. Peki. Nədir tapşırıq? Ağlar başlayır ki, gediş amat eləyir. Ağlar başlayır ki, gediş amat eləyir. Burada pat ideyalar daha çoxdur deyə ağlar maksimum dərəcədə diqqətli olmalıdır. Məncə ideya olaraq tapa bilərsiniz. A1 əgər vursa beyat, vəzir A1 ideyası ola bilər, amma onu necə alıram o vəziyyəti başa düşmədim. Top A1-ə fil A2 şah var. At B8-dədir də qaralarda. At B8-də. Fil J8-dədir. Fil J8-dədir, vəzir A8-dədir. B8 yaşında yoxsa onda top A1. Top A1 beya vəzir A1. B8 yaşında yox. B8-də mən niyə at fikirləşdim bilmədim. Top A1 beya. Mən çoxdan o ideyanı tapdım. Çünki yeganə vəzir üçün qaçsa pat olur. Ay sol. B8-də at olduğuna görə fil A2-ni fikirləşirdim, amma okey. Bəlkə buna oxşar bir dənə də verəsən tapşırıq. Verim də. Bəlkə belə kofe ya da kapuçino içəsən. Varsa, amma əziyyət olmasın da. Gözü bağlı məsələ ilə yekunlaşdıraq növbəti. 2 gediş amat. Bəli. 2 gediş amat. Ağlar. Şah A4. Şah A4. Vəzir Y2. Fil D3. Qaralar şah A1. Gediş ağlarındır. 2 gediş amat. Həm də kofem için. B8-də at yoxdur. Bəli, vəzir B5 şah 2, vəzir B1 mat olsaydı, amma fil D3-dədir. Üstündən tullana bilmirik. Aha, vəzirin A3-dən mat eləməsi lazımdır. Vəzir Y7 birinci geç. Tamam, elə düzdür. Şah B2, vəzir A3. Aha, şah A2, vəzir A3 mat. Mən kofeni içməmiş də məsələni tapdınız. İndi heç nə də kofe özüm tək oturub içərəm burada. Vəzir Y7, ideya vəzir A3 matdır. Hər bucaqdan mat oldu. Fil D3-də olduğuna görə də B5, B2 ideyası alınmır. Ay sağ ol. Birbaşa oraya gedə bilmədik. Maraqlı. Amma mən heç vaxt məsələ yarışlarında iştirak etməmişəm. Sadəcə olaraq həyatımız boyu çoxlu taktikalar həll eləmişik. Taktik kitablardan çox şeylərə baxmışıq. Hətta mən bir dəfə yadımdadır ki, İran şahmatçısı var, Qayem Maqamedə, Qrasmester bilirsiniz. Onunla mən bir dəfə oynayanda, Dubayda səhv etmirəmsə ya da Abu Dhabidə oynayırdıq. Onunla oyunda 15 gedişlik bir taktikanı axıra qədər hesablaya bilmədim. 15? Bəli, 15 gediş idi. Sonra gəldim evdə hesabladım ki, o varianta getsəydim 15 gedişli bir taktika olacaqdı və udurdum həqiqətən də o oyunu. Amma heç oldu.
Eləncə o uzun taktikalara gedə bilirik də oyun vaxtı. Amma bu etüd və yaxud da ki 2 gedişə mat, 3 gedişə mat heç vaxt bu yarışlarda iştirak etməmişəm də. Əslində bu tip məsələlər, bu taktikaları çox eləmək özü xeyirdir. Bu 2 gedişə matları da bəzi məsələn şahmat məşqçiləri çox da belə 2 gedişə matları da deyil. Məsələn o qəribə 3 gedişli matlarda yaxud çox kompleks məsələləri çox da məsləhət olaraq eləməyi, yəni əyləncə kimi baxırlar da ki, bu maraqlı məsələdə eləmək tapmaq olar, amma onun sırf oyuna birbaşa təsiri Əslində məncə orada yoxdur. çox Nəinki sürətli, taktikanın. yox bilirsən necə? Çünki şahmatda yəni ideyalar, manevrlar çox önəmlidir və burada misal üçün mənim sonuncu tapdığım vəziyyətdə vəzir Y7 gedişi, ideya vəzir A3 matdır. Yəni bu ideyanı vəziyyətlərdən ideyanı bilsən, o vəziyyətə asanlıqla gedib tapmaq olar və vaxtı ekonomiya eləmiş olarıq. Ona görə də belə kimi tipli məsələlər ideya baxımından sürətli gediş hesablamaq üçün çox gözəldir. Düzgün variantı ən qısa zamanda tapmağa fikirləşirəm ki, daha yəni yardımcı olur. Çox sağ olun videomuzda iştirak etdiyiniz üçün. Mən də təşəkkür edirəm. Gələn dəfə daha görək, daha yaxşı məsələlərlə gələcəm.